Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün dadına, ləzzətinə doyum olmayan qarabaşağın fərqli üsulda hazırlama qaydasını paylaşacağım. İnanın xanımlar, bu resepti siz də çox bəyənəcəksiniz. Başlayaq hazırlamağa. Bunun üçün əvvəlcə 2 baş soğanı 4 hissəyə bölüb doğrayıram. Daha sonra 1 ədəd şiş ölçülü yer kökünü rəndədən keçirirəm və onu da soğanın üzərinə əlavə edirəm. Soğanı ocağın üzərinə qoyuram. Zövqə görə biraz duz əlavə edib, soğanın suyu tam çəkilənə qədər bişirirəm. Soğan suyunu çəkdikdən sonra içərisinə yağ tökürəm. Mən duru yağdan istifadə etdim. Siz zövqə görə ərinmiş yağ da tökə bilərsiniz. Soğanı bam odda qızıl rəng alana qədər qovururam. Qovrulmuş soğanın üzərinə çəkilmiş əti tökürəm və ətlə birlikdə yenidən qovururam. Ətin üzərinə zövqə görə duz və biraz pomidor soku tökürəm. Pomidor sokunu tomatla əvəz edə bilərsiniz. Sonda ətin üzərinə yuduğum qarabaşaqları əlavə edirəm. Ərzaqların miqdarını videonun alt bölümündə qeyd edəcəyim. Qarabaşağı da ətlə birlikdə qovururam. Üzərinə bir diş sarımsağı rəndədən keçirirəm və qarabaşaq qızıl rəng alana qədər qovurmaq lazımdır. Qarabaşaq qovrulanda bişən zaman dəndən qalır, əzilmir. Sonda üzərinə örtəcək qədər qaynar su tökürəm. Qarışdırıram. Duzu az olarsa zövqə görə duz əlavə edə bilərsiniz. Tavanın qapağını örtüb vam odda tam bişənə qədər saxlayıram. Ara-sıra tavanın qapağını açıram və qarabaşağın hər tərəfi eyni qaydada bişsin deyə qarışdırıram. Artıq mənim yeməyim hazırdır. Boşqaba töküb süfrəyə təqdim edirəm. Qarabaşağı qatıqla, xameyla və yaxud da ketçupla yeyə bilərsiniz. Əziz xanımlar, əgər siz də mənim kanalımı, reseptimi bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.